Siyasi Texnologiyaları Mərkəzinin rəhbəri Vəli Əlibəyov. Siz də salamlayırıq, Vəli müəllim, xoş gördük. Bugün noyabrın 20-sidir bilirik və Xarici İşlər Nazirlərinin Vəli müəllim Vaşinqtonda növbəti görüşü baş tuta bilərdi. Artıq neçənci dəfədir ki, Azərbaycan və Ermənistan rəsmiləri bir araya gələ bilmir və demək olar ki, dialoq tormozlanıb. Səbəbə baxsaq, Azərbaycanın haqlı həqiqətləri var, səbəbləri var. Ermənistan tərəfinin isə biz davranışlarını izləsək, buna səbəbdən daha çox bəhanə və yaxud da kimlərinsə, havadarların diktəsi ilə, belə deyək ki, dirijor çubuğu ilə idarə olunan və verilən qərarlar kimi yanaşa bilərik. Bax, Vaşinqtonda bugün görüşün baş tutmaması. Eyni zamanda bilirik ki, ABŞ Konqresində məlum dinləmələr keçirildi və Azərbaycan əleyhinə çox radikal və qərəzli formada qərar qəbul olundu və Azərbaycan tərəfi buna rəğmən yenə bugün İraq prezidenti ilə görüşdə Prezident İlham Əliyev yenə deyir, biz yenə gözləyirik. 2 aydan artıqdır. Biz sayca 5-ci artıq belə deyək də sənədi təqdim etmişik, amma hələ də Ermənistan tərəfi bununla bağlı qeydləri bizə təqdim etməyib. Prosesin yubanması hansı riskləri yaradır və bugün Prezident İlham Əliyevin İraqlı həmkarı ilə görüşündə verdiyi bəyanatın nəticəsini siz necə görürsünüz? Təşəkkür edirəm suala görə. Əvvəl ondan başlayaq ki, növbəti dəfə hər dəfə olduğu kimi Cənab Prezident hər hansı bir auditoriyadan, hər bir hansı tribununa istifadə edərək Azərbaycan reallıqlarını dünya ictimaiyyətdə çatdırmağı davam etdi. İraq sıradan bir dövlət deyil. İraq ərəb dünyasında aparıcı dövlətlərdən biridir. Baxmayaraq ki, 90-cı illərdə çox böyük bir müharibə ilə qarşılaşmışdı. Hazırda İraq dinamik inkişaf edən iqtisadiyyata malikdir. Müxtəlif sahələrdə çox güclü inkişaf gedir. Çox milyonlu, hətta milyardlı sərmayələr qoyulur bu ölkəyə. Və eyni zamanda ən maraqlı məqam da ondan ibarətdir ki, İraq bu günləri Amerika Birləşmiş Ştatlarının regionda bir növ sözünü deyən bir dövlətdir. Yəni, o nöqteyi nəzərdən Cənab Prezidentin bu görüşdə yenə də Qarabağ həqiqətlərini, Azərbaycanın mövqeyini ortaya qoyması, Ermənistandan gözləntilərini, nəinki Ermənistandan, ümumiyyətlə beynəlxalq ictimaiyyətdən öz gözləntilərini səsləndirməklə nəinki İraq liderinə, eyni zamanda bütün beynəlxalq ictimaiyyətinə Azərbaycan mövqeyinin net və kateqorik olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan sülh məsələsini elə daha doğrusu 44 günlük vətən müharibəsindən sonra səsləndirmişdi. Bununla bağlı müraciət etmişdi Ermənistana. Yəni, çox paradoksal bir hal yaranır əslində. Azərbaycan sülhdən qaçmır, Azərbaycan sülh təklifləri ilə daim çıxış eləyib. Ancaq bugün beynəlxalq ictimaiyyət, bəzi havadarlar, Ermənistanın bəzi havadarları özlərini elə göstərirlər ki, Azərbaycan sülhdən qaçır ki, güya ki, Ermənistan sülhə can atır. Əslində isə belə deyil. Azərbaycan çoxdan sülh niyyətlərini ortaya qoyub. Niyə görə bəs bu günləri sülh baş tutmur? Niyə görə? Niyə sənəd imzalanmır? Heç bir sənəd imzalanmır, bəli, razıyam sizinlə. Son ayların deməli, proseslər onu göstərir ki, əgər biz əvvəl düşünürdüksə ki, deməli, Qarabağ düyününün həlli Rusiyanın əlindədir. İndiki hadisələr göstərir ki, bu heç də belə deyil. Qarabağ düyünün həll olunmamasında maraqlı tərəf Rusiyana yanaşı, eyni zamanda həm Amerika Birləşmiş Ştatları idi və eyni zamanda Fransa idi. Necə ki, Rusiya maraqlı idi ki, burada münaqişə qalmaqla tərəflərə təsir etsin. Eyni zamanda bugünkü hadisələr göstərir ki, Amerika Birləşmiş Ştatlarının özü də, Fransada və başqa güc mərkəzləri bölgədə qeyri-stabilliyin olmasını tərəfləri təzyiq kimi istifadə etmək istəyirlər. Ona görə də bu günləri onlar iki xalqın birbaşa dialoq vasitəsilə sülh müqaviləsinə, sülhə çatmağın əleyhinədirlər. Burada hərəsi öz maraqlarını güdür. Amerika Birləşmiş Ştatları Vaşinqtonda sülh müqaviləsi ilə bağlı danışıqları aparmaqla göstərmək istəyir ki, biz burada öz maraqlarımızı təmin etmək istəyirik. Fransa bir tərəfdən öz maraqlarını təmin etmək istəyir. Rusiya da öz yerində. Yəni, belə olan halda həqiqətən də nə qədər ki, Ermənistan rəhbərliyi bunu başa düşməyəcək ki, getdikcə vaxtın uzadılması Azərbaycana yox, məhz onların ziyanınadır. Yəni ki, onlar uzacaqlar. Vəli müəllim, istərdim məhz Fransa ilə bağlı prezidentin mesajını dəyərləndirək. Fransanın bundan sonra daha radikal addımlar atacağını bilirik ki, Ermənistan artıq silah satışı baş tutdu və müəyyən revanşizmə dəstək və həvəsləndirmə cəhdlərini görürük. Eyni zamanda Avropa İttifaqı mülki missiyası öz mövcudluğunu möhkəmləndirməyə çalışır. Bax, hansı təhlükələri yaradır və belə olan halda Azərbaycan necə davranmalıdır? Ondan başlayaq ki, nəyə görə Fransa bugün belə bir
münasibət sərgiləyir. Bilirsiniz ki, 18-19-cu əsrlərdə Fransa Avropanın polismanı adlı bir imicə malik idi və Avropada hökmranlıq edirdi. İndiki deməli biz indiki prezidentinə Makrona gəldikdə isə deyə bilərik ki, birmənalı olaraq Fransa tarixində bəlkə də ən uğursuz prezidentlərdən biridir. Çünki o hakimiyyətdə olduğu müddət ərzində Fransa istənilən mövqeləri itirmək, hər hansı bir mövqe itirməklə məşğuldur dünyanın hər hansı bir yerində. Ona görə də qarşıdan seçkilər olacaq. Seçkilərdə də ermənilərin səsi olduqca vacibdir onlar üçün. O da düşünür ki, məhz Qafqaza belə bir həmlə etməklə, burada öz deməli mövcudluğunu təsdiq etməklə o ermənilərin səsini qazanacaq. Digər tərəfdən də ki, o renomeni geri qaytaracaq, o Fransa üzərində olan. O ki, qaldı nə hansı təhlükələr ola bilər? Yenə də qeyd edirəm. Çünki artıq yeni müharibə mesajları, proqnozları verilir ki, Ermənistan artıq müharibəyə hazırlaşır və nəticə necə ola biləcək? Artıq bunun proqnozları dəyərləndirilir, nəticələr dəyərləndirilir. Yəni, nə dərəcə qüvvələr nisbətini dəyişmək olar və doğrudan da Fransadan, Hindistandan alınan o kiçik silahlar Azərbaycanla yenidən müharibəyə başlamaq üçün, yəni Ermənistan üçün bir səbəb ola bilər doğrudan da? Düşünmürəm. Yoxsa bu blefdir? Düşünmürəm, çünki Ermənistan xalqı müharibə istəmir. Və onlar gözəl başa düşür ki... Xalq istəmir başqadır, bəli, mən bilirik də. Yəni, xalq bəlkə də bugün sülh istəyir. Amma indi qərarı orada xalq vermir, bilirik. Siyasilər verir, siyasilər də tam müstəqil şəkildə vermir qərarı. Məsələ bundan ibarətdir. Yəni, biz reallığı dəyərləndirsək, xalqın istəklərini qoyasaq kənara. Məsələ ondadır ki, hamı başa düşür ki, Paşinyan özü də başa düşür ki, sabah növbəti bir müharibə baş verərsə burada, Fransadan Şarl və ya ki, hansısa bir başqa adam gəlib burada... Bəli, Prezident Əliyev qeyd etdi əslində. Biz 3 il bundan əvvəl gördükmü Fransanı meydanda? Yalnız bəyanatlar və Makronun dayanmadan Azərbaycan prezidentinə zəngləri. Yəni, ən maksimum bu idi. Sonra 2 ay bundan əvvəl Xankəndidə hərbi əməliyyatlar, daha doğrusu antiterror tədbirləri zamanı. Yenə Fransa bəyanatdan başqa heç nəyə əl ata bilmədi. Yəni, başqa imkanları da yoxdur əslində. Bunu hamı başa düşür, indi də elə olacaq, bunu başa düşür. Ona görə də mən düşünürəm ki, bu sadəcə olaraq blefdir sizin dediyiniz kimi. Blefdən kənara çıxmayacaq. O ki, silahların ötürülməsinə gəldikdə isə, bəri başdan deyək ki, bu silah satışıdır əslində. Öz kommersiya maraqları var sadəcə. Əlbəttə ki, burada Fransa nəinki siyasi maraqlarını, eyni zamanda köhnəlmiş avadanlığı Ermənistana satır. Burada biznes maraqlarını güdür. Azərbaycan isə, yenə də deyirəm, Ermənistan təkbətək Azərbaycanla yenə də müharibəyə başlasa, o bilir ki, bunun aqibəti necə olacaq. Çünki sadəcə olaraq elə hesablamalarla da Ermənistanın resursları Azərbaycanla müharibə aparmağa kifayət etmir. Müqayisə olunmayacaq səviyyədə. Azərbaycan müasir ordu yaradıb. Hətta Azərbaycanın apardığı hərbi əməliyyatlar hazırda Amerika Birləşmiş Ştatlarının hərbi məktəblərində öyrənilir. Yəni, ona görə də bunu çox gözəl başa düşürlər. Niyə görə Fransa istəyir ki, burada vəziyyət gərginləşsin? Öz mövcudluğunu saxlamaq üçün, öz lazımlığını saxlamaq üçün. O başa düşür ki, Azərbaycan Ermənistanla sülh bağlasa, sabahsı gün burada nə Fransa lazım olacaq, nə Amerika Birləşmiş Ştatları lazım olacaq və hər hansı bir dövlət lazım olmayacaq. Ona görə də hər bir dövlət çalışır ki, burada qeyri-stabillik hökm sürsün, davam eləsin. Bir məqama da toxunmaq istəyirəm. Qərbin azğınlaşmasının səbəblərindən biri nədir? Son 200-300 ilə biz baxsaq, hər 100 ildən bir geosiyasi dəyişikliklər olur, dünya siyasi xəritəsi dəyişir və ilk dəfədir ki, bu xəritənin dəyişməsində böyük dövlətlər deyil, Azərbaycan kimi kiçik bir dövlət bunu həll etdi. Öz ərazi bütövlüyünü bərpa etdi və regionda yeni bir situasiya yaratdı. Bu, onların əlbəttə ki, xoşuna gəlməyib, çünki onlar maraqlarını itirdilər burada. Ona görə onlar indi son həmlələri ilə bunu bərpa etməyə çalışırlar. Bəli, İttifaqının dırnaqarası mülki missiyasının fəaliyyətindən və genişlənməsindən, möhkəmlənmə niyyətlərindən danışdıq. Bəli, istərdim sizin də münasibətinizi bildirək. Kanadanın bu sıralara qoşulması və bundan sonra da dəstəyi artırması bildirilir. Kanadanın istəkləri nə ilə bağlıdır? Ondan başlayaq ki, Kanada Avropa İttifaqı ilə təxminən 76-cı ildən əməkdaşlığa başlayıb. 90-cı ildən etibarən isə Kanadanın müxtəlif humanitar layihələrdə iştirakı intensivləşib. O ki, qaldı məhz bu Ermənistana olan bu missiyada Kanadanın iştirakına. Ondan başlayaq ki, Kanadanın baş naziri Justin Trudeau ilə Paşinyan yaxın dostdular və onlar bu dostluq əlaqələrinə görə Kanadada özünün burada deməli öz iştirakına qərar verib. Bu bir. İkinci, Kanada bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarının yaxın müttəfiqidir və bir növ Avropa İttifaqında Amerika Birləşmiş Ştatlarının maraqlarını güdən bir
tərəf kimi özünü göstərir. Yəni Birləşmiş Ştatlar tərəfindən regiona atılan bir bəli, əlbəttə ki. Və Amerika Birləşmiş Ştatları özü birbaşa bunu etməsə də, Kanada kimi və Avropa İttifaqının başqa dövlətləri vasitəsilə burada öz siyasətini gücləndirmək istəyir. O ki, qaldı, onların sayının çoxalmasına mümkündür, ola bilər, çoxalsın o. Nə dərəcə təhlükə yaradır sayın çoxalması? Mən düşünürəm ki, deməli, hazırki məqamda o missiyanın əsas hədəfi Azərbaycan deyil. Mən düşünürəm ki, orada əsas hədəf orada Ermənistan ərazisində qalan Rusiya qoşunlarıdır, Rus siyasi hərbi kontingentidir və ona görə də... Amma bəyanatlarda israrla qeyd olunur ki, Azərbaycandan gələ biləcək, Ermənistan sərhədinə qarşı törədilə biləcək istənilən təhlükənin qarşısının alınmasında bu mülki missiya yaxından və var gücü ilə iştirak edəcək. Bax, bu bəyanatları necə izah etmək olur? Yəni, konkret Azərbaycandan gələn mümkün riskləri onlar qabaqlamaq üçün bu addım atdıqlarını bildirirlər. Yəni, hədəflərinin bundan ibarət olduqlarını bildirirlər. Siyasətdə heç də həmişə bəyan edilənlə deməli, real eyni, yəni üst-üstə düşmür. Ona görə də mən yenə də o fikirdə qalıram ki, burada əsas hədəf Rusiyadır. Rusiya bölgədən çıxarılır. Artıq neçə müddətdir bu proses davam edir. Və hazırda Rusiyanın bu bölgədə qalmasını, necə deyərlər, Ermənistandakı silahlı qüvvələri mümkün edir. Ona görə də Avropa İttifaqı, eyni zamanda Amerika Birləşmiş Ştatları məhz bu missiyalar vasitəsilə ilk olaraq Rusiyanı bu bölgədən çıxarmağa çalışırlar. Ritorik sual ola bilər, üzr istəyirəm, ritorik sual ola bilər. Ermənistan nəyin qarşılığında buna gedir? Yəni, NATO-ya üzvlük yəqin ki, xəyaldır Ermənistan üçün bu. Avropa İttifaqına üzvlük, bu da əl çatmazdır. Yəni, nəyin qarşılığında gedir Ermənistan buna? Ermənistan elə bir dövlət deyil ki, bunun müqabilində nəsə qarşılığa bir şey istəsin. Yəni, Ermənistan həmişə marionet bir dövlət olub, vassal bir dövlət olub. İndi də Rusiyadan o vassallığı bitirmək istəyir və yeni özünə sahib tapır. O baxımdan Ermənistan başa düşür ki, burada Qərb öz maraqlarını həyata keçirsə də, Ermənistan bunun qarşılığında ola bilsin, heç bir şey də əldə etməsin. Əksinə, daha çox ziyanı deyəcək, çünki region dövlətlərlə münasibəti pisləşəcək. Çünki baxın, burada həmişə Ermənistanla strateji müttəfiq özünü adlandıran İran, həmişə əleyhinə idi ki, burada NATO-nun silahlı qüvvələri olsun. Amma bu günə də çıxır ki, artıq Ermənistan ərazisində bir neçə ölkənin NATO qüvvələri, NATO daxil olan ölkələrin artıq nümayəndələri, missiyası var. Yəni, bilərəkdən Ermənistan bu regionu bir poligona çevirməkdədir və bu region üçün həddən artıq təhlükəli bir tendensiyanı getirib çıxara bilər. Ona görə də mən düşünürəm ki, son nəticədə Ermənistan heç nə əldə etməyəcək, əksinə daha çox özünü bu proseslərdən, regionun inkişafından təcrid edərək məğlub vəziyyətdə qalacaq. Bu hətta ona yetirib çıxara bilər ki, Ermənistanda hakimiyyət dəyişikliyi olsun. İlin sonu yaxınlaşır. Müəyyən ümidlər var idi ilin başlanğıcında və ümid olunurdu ki, ilin sonuna qədər hər hansı bir sənəd imzalana bilər. Amma bu gedişlə tərəflər bir araya gələ bilmir. Bakının dediyimiz kimi tələbi haqlıdır və bildirir ki, biz qarşılıqlı şəkildə, yəni vasitəçisiz də bir araya gələ bilərik və bu regionda baş tutmalıdır görüş. Ermənistan tərəfi müxtəlif bəhanətlər səsləndirir. İdarə olun, təbii ki, öz havadarları tərəfindən idarə olunaraq, bunun da nəticəsi olaraq görüşlərdən yayınır. Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı ilə bağlı da bilirik, Ermənistan artıq bu təşkilatdan çıxdımı, çıxacaqmı və bəzi, siz də az əvvəl qeyd edirsiniz ki, artıq demək olar ki, tərk edibdir və Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının Ermənistana bu cür yanaşsaq ki, bir aidiyyatı yoxdur. İlin sonuna qədər biz sülh müqaviləsi ilə bağlı bir ümidlə baxa bilərikmi və ümumiyyətlə sizin baxışınız sülhlə bağlı məsələyə nikbinsiniz, yoxsa hələ bir müddətdə vaxt lazım gələcək tərəflər sülh müqaviləsini imzalaması üçün? Ümumilikdə Aygün xanım dediklərinə razıyam. Hadisələr bu axarda davam edərsə, sülh gözləməyə dəyməz. Lakin mən həmişə nəzərə alıram ki, siyasət belə bir fəaliyyət növüdür ki, burada hər dəqiqə elə bir hadisələr baş verə bilər ki, gün ərzində regionda siyasi konfigurasiyanı dəyişə bilər. Yəni, tam olaraq dəyişə bilər. İndi mümkün görünürmü yaxın vaxt üçün bir proqnoz verməyinizi istəyərdik? Ola bilər, bəli. Bu şəraitdə mümkün görünür. Qərbin
Ermənistana belə tələsik şəkildə müdaxiləsi onu deməyə əsas verir ki, onlar nədənsə çox narahatdırlar, ehtiyatlanırlar. Və buna görə də bu son vaxtlar bu hadisə intensivləşib, onların hərəkətləri intensivləşib və mən gözləyirəm ki, o dediyim, o gözlənilməyən hadisə ola bilsin ki, dekabrın əvvəllərində, dekabrın ortalarında baş verə bilsin. Biz məkan olaraq, platforma olaraq da ekspertlərin rəyini alırıq. Çünki bəzi bilirik, vasitəçilərin sayı çox deyil, amma az da deyil. Təşəbbüskarlar çoxdur. Brüssel formatı var idi, artıq zədələndi. Rusiya formatı bilirik var və Vaşinqton formatı. Bax, indi biz baxsaq, daha çox ümid hara fokuslanır? Yəni, doğrudan da Azərbaycanın tələb etdiyi kimi biz sülh müqaviləsini Cənubi Qafqaz regionunda imzalanmasına nail ola bilərik, yoxsa elə həmin adını çəkdiyim platformaların birində bu baş tuta bilər? Vətən müharibəsindən dərhal sonra Azərbaycan regional təhlükəsizliyin 3+3 formatını bəyan etdi və bu regionda həqiqətən sülhün bərqərar olunması üçün olduqca vacib və əvəzedilməz bir formatdır. Ən ideal format odur. Mənə elə gəlir ki, gec və ya tez məhz bu format üzərində danışıqlar bərpa olunacaq. Sülh müqaviləsi də Tiflisdə yəqin ki, inşallah. Əfayət xanım, icazə versəz, sizdən rol çalmaq istəmirəm. Vəli müəllimin yorumları çox xoşuma gedir və mənim də diqqətimi çəkdi. İranla bağlı nə düşünürsünüz bu süreçdə? İranın son davranışlarıyla bağlı biraz ümidlər yaranıb əslində, bəli, gələcək üçün. Olumlu açıqlamalar görürəm çünki mən. İran artıq başa düşür ki, onun da yeganə çıxış yolu regional əməkdaşlıqdır. Azərbaycanı Türkiyə özünə düşman elan etməklə o ikili qabağa gedə bilməz və o artıq bizim Azərbaycanın da Türkiyənin də son hərəkətlərindən o başa düşdü ki, biz də regional təhlükəsizlikdə maraqlıyıq. Biz Ermənistandan fərqli olaraq bura kənar qüvvələrin gəlməsinin əleyhinəyik. Ona görə də mənə gəlir ki, İran da getdikcə bu əməkdaşlıq platformasında öz yerini tutacaq. Biz günün əsas məsələlərini müzakirə etdik, dəyərli tamaşaçılar. Diqqətiniz Azərbaycan televiziyasında olsun, salamat qalın.